Sweeney Todd, Fleet küçəsinin vəhşi bərabəri. Tim Burton'un ən çox sevdiyim və əslində Tim Burton'un ən qaranlıq, ən qorxunc, gotik filmlərindən birisi. Ümumilikdə yəni düşünürəm ki, Tim Burton'a olan heyranlığımdan onun bütün animasiyaların və yaxud da filmlərini düşünürəm ki, videosunu çəkəcəm. Bu film əslində yəni dediyim kimi digər animasiyalardan və filmlərindən daha qorxunc olmasıyla və kədərli deyərdim əslində olmasıyla fərqlənir. Keçən videoda belə bir absurdluq eləmişdim ki, Angelica'da indi Angelina Jolie demişəm, Tim Burton'la daimi işləyir. Demək istədiyim, Tim Burton əslində bir çox filmlərində Johnny Depp'lə birlikdə işləyiblər. Bunu demək istəyirdim oradakı, yəni Angelina Jolie niyə demişəm, həqiqətən bilmirəm. Mövzuya keçək. Keçən bölümdəki kimi, yəni burada da Qaranlıq Dünyalar filmində olduğu kimi, burada da Tim Burton Johnny Depp'lə işləyibdi və filmin mövzusu intiqam hissinin insanı şeytani dönüşümə aparması, hansı ki, intiqam deyəndə bizim ağlımıza ilk Alexander Dumas'ın Monte Cristo, Qraf Monte Cristo'su gəlir. Onun haqqında da radio tiyatrosu var. Çox gözəl radio tiyatrosu var, filmləri var, neçə versiyası var filmlərinin. Əsərin özü, intiqam özünə çox möhtəşəmdir. Və bu film də əsasən intiqam mövzusundadır. Çünki bir bərbərin adı əslində olur Benjamin Barker adlı bərbərdir. Hadisələr Viktoriya dönəminin Londonunda keçir. Viktoriya dönəminin o dəhşətini göstərmək üçün filmdə küçələr onsuz da yəni gotik atmosferdirsə, qaranlıqdır, gotik binalardır və xarabalıqlar, yoxsulluğu, yəni o Viktoriya dönəmini çox möhtəşəm vizual olaraq zövq ala biləcəyiniz bir filmdir həm də. Viktoriya dönəmi Londonda keçir, atmosfer, hava belə çiskinli, yağışlı və Benjamin Barker'in ilk başda biz görürük ki, sevdiyi qadını, bir hakim onun sevdiyi qadına göz qoyur, hansı ki onların balaca körpələri də olur və hakim onun qadınına göz qoyduğu üçün onu həbsə atdırır günahsız yerə və onun həyat yoldaşına təcavüz eləyir. Uşaqların isə nə olduğunu biz bilmirik. Bundan sonra Benjamin Barker yenidən öz yerinə qayıdır, belə deyim, amma adını dəyişdirir. Necə Monte Cristo öz adını dəyişdirmişdi. O da artıq Benjamin Barker yox, Sweeney Todd adıyla geri dönür və yenidən köhnə iş yerində bərbər sənəti ilə məşğul olmağa başlayır. Amma bu bərbər yerində o başlayır saysız hesabsız cinayətlər eləməyə. Çünki o intiqam almaq istəyir hakimdən, amma hakimə o qədər gözü dönür ki, artıq insanlıqdan çıxır, belə deyim. Haqsızlığa məruz qalıb, bir növ, məsəl üçün biz aqressiv deyirik, toplumun rəfahı aşağı olan insanlara, toplumda kasıb təbəqəsinə, alt təbəqəsinə aqressivsiniz, məsəl üçün Avropada insanlar gülümsəyir, siz qaşqabaqlısınız, nə bilim, davakarсınız, aqressivsiz deyirik. Amma əslində insan yəni haqsızlığa məruz qaldıqca, yaşam səviyyəsi aşağı olduqca əslində o aqressivləşir. Avropalıların rəfah yaşam səviyyələri yüksəkdir deyə onlar belə deyim, xoşbəxtdirlər və yaxud da mədənidirlər. Bunların hamısı kökləri gedir çıxır toplumun təbəqələrinə, yəni yaşam səviyyələrinə, belə deyim, əlaqəsi olan şeylərdir. Yəni burada da əslində ədalətli, sevdiyi qadından uşağı olan, gözəl ailə başçısı olan bir adamın biz necə vəhşiləşdiyini görürük. Eyni ilə yenə də deyirəm Monte Cristo kimi. Və o xilas olandan sonra dediyim kimi bərbərxanasını açır və orada Mrs. Lovett'lə başlayırlar ortaq işləməyə. Mrs. Lovett isə əslində manipulativ bir tipdir, fürsətçi daha doğrusu bir tipdir. Çünki o razılaşırlar, yəni birlikdə ortaq iş görürlər ki, Sweeney Todd'la birlikdə işləsinlər. Onun cinayətlərinə bir növ göz yumur. Çünki onu sevir. Onu sevdiyi üçün də əslində onun
təcavüz hansı ki edilmişdi Barkerin həyat yoldaşına, onun hekayəsini ona yarımçıq danışır. O qadına nələr olduğunu demir. Filmin sonunda biz bunu anlayırıq. Deyir ki, mən səni sevirdim deyə bunu demədim. Və bir də onun bu cinayətlərə göz yummasının səbəbi o cinayətləri öz xeyrinə çevirmək istəyir. Belə ki, onun bir yeri var, orada peçenyelər bişirir və yaxud da bilmirəm, şirniyyat bişirir. Və o deyir ki, öldürdüyün adamları qiymə şəklində oradan keçirirlər. Onların ətlərindən istifadə eləyir, öz yeməklərini bişirir. Çox dəhşətli və qorxu deməyim, ürpərtmə və mistik, çox möhtəşəm bir filmdir həqiqətən bu film. Və yenə də deyirəm, onun cinayətlərinə göz yumasının səbəbi bir, onu sevməsidir. İkincisi də ki, onun cinayətini fürsətə çevirib pul qazanmaq, hərislik, acgözlük, öz xeyrinə istifadə eləmək. Və film boyunca biz görürük ki, bərbər cinayətlər eləyir, qadın ondan istifadə eləyir, pul qazanır, müştərilər yığır çoxlu. Bir də paralel şəkildə gənc bir oğlan görürük. Bu arada bu film musiqili bir teatr tərzində, belə deyim, musiqili filmdir, teatrdır deyim, musiqili film, neysə. Və paralel şəkildə bir gənc oğlanı görürük. Bu oğlan kitab oxuyanda bir gün küçədə gözü sataşır çox gözəl, gənc bir qıza. Amma həmən gənc qız əslində həbsdir. Ögey atası onu həbs eləyib. Və ögey atası bu qıza göz qoyan kim varsa bütün gəncləri öldürür. Bu adam da hakimdir. Hansı hakimdir? Barkerin həyat yoldaşını zorlamış və özünü də həbsə atdırmış korrupsioner hakimdir. Yəni hakim bir növ ədalətin simvolu oldu. Ədalət yoxdursa, hakim o güc ədaləti pisə doğru istifadə edirsə, onda belə deyək, Barker kimi vəhşiləşmiş təbəqədən insanlar çıxır. Yəni əslində burada Barker bir cinayətkardır, amma həm də qurbandır. Çünki onun həyatını əlindən aldılar, onu haqsızlığa məruz qoydular və onun vəhşiləşməsi birdən-birə olmadı. Yəni həm çox maraqlı əslində bir mövzudur bu cinayətkarların, Frankenstein'da da bu var idi ki, haqsızlığa məruz qalan və yaxud da ki, diskriminasiyaya məruz qalan, ümumiyyətlə Tim Burton'un animasiyalarında, filmlərində əsas mövzu toplum tərəfindən diskriminasiya edilmiş, görünüşünə görə fərqli, məsəl üçün qayçı əllərdəki kimi, sırf fərqli deyə cəmiyyət tərəfindən diskriminasiyaya məruz qalmış obrazlar yaradır. Hansı ki, öz həyatında da bu oxumuşdum ki, yəni özü də diskriminasiyalara məruz qalır. Yəni burada da ədalət yoxdur. Hakim zümrə o gücü özü üçün istifadə edir, hətta daha pis istifadə edir. İnsanların həyat yoldaşlarını təcavüz edir, həyatlarını məhv edir. Və bu da onun fonunda vəhşiləşən bir obrazdır. Tom Barker yox, Benjamin Barker. Adlar qətiyyən yadımda qalmır. Elə baxanda da Johnny Depp deyə baxıram. Və daha sonra bu oğlan o gənc qızı xilas eləmək üçün həm də aşiq olur. Mübarizə aparmağa başlayır, gəlir Benjamin Barker eynisini deyir ki, qıza aşiq olmuşam, onu xilas eləyəcəm və s. Biz əslində anlayırıq ki, yəni bu hakim eynən Benjamin Barkerin həyat yoldaşını təcavüz edən adamdır. O qız da, gənc oğlan aşiq olduğu qız da Benjamin Barkerin qızıdır. Hansı ki, o həbs atanda anasının qucağındaydı, körpə uşaq idi. Atası onu götürüb övladlıq saxlayır. Necə ki, anasını təcavüz eləmişdi, indi də onun qızını götürüb ögey ata obrazındadır. Amma əslində qıza göz qoyub, yəni qıza sahib olmaq istəyir. Və daha sonra burada uşaq istismarlarını biz görürük. Viktoriya dönəmində hansı ki, o uşaqları həbsə oğurlayıb, həbsə atırlar, onların saçlarından parik kimi istifadə eləyirlər. Biznes məqsədi ilə istifadə eləyirlər və bu qızı da eynən qəzəblənir, o uşaqların həbs olduğu yerə göndərirlər, oğlan gedir onu oradan həbs eləyir bir qəhrəmancasına və daha sonra filmlərin sonunda Barker intiqamını alır, yəni o hakimi öldürür, digər elədiyi cinayətlər kimi, hansı ki, çox qorxunç bir atmosferdir, bərbərxanasında güzgüdür, güzgün qarşısında kreslosu. İnsanların üzünü qırxandan sonra, daha doğrusu bərbərlik, belə deyim, üzlərini təmizləmək
iş məqsədi ilə gələn insanları bir yer yaradır, krestoluna basır və orada birbaşa düşür ət maşınlarının içinə, insanları daha doğrusu aşağıda bir ət maşını, qiymə maşını düzəldiblər. Cəsəd düşür ora, daha sonra o cəsədləri qiymə eləyirlər və yeməklərin içinə qatırlar insan ətlərini. Və daha sonra isə biz görürük ki, hətta öz qızını öldürmək də istəyir. Mən orada çox qorxu keçirmişdim. Tam dedim, okey, yəni qızını öldürmədi, qız qurtuldu. Daha sonra hansı ki ilk başda o gənc oğlan qızı pəncərədən görə aşıq olur, orada bir dilənçiyə pul verir. O dilənçi o gənc oğlanı xəbərdar eləyir ki, bu hakimin qızıdır, ögey qızı ona yaxlaşan hamını öldürür. Yəni təhlükəlidir, heç yaxınlaşma. Və biz daha sonra filmin sonunda görürük ki, Barker həmən dilənçini də öldürür və dilənçini öldürəndən sonra anlayırıq ki, bu dilənçi də Barkerin öz arvadıdır. Yəni burada göstərir ki, cinayət, intiqam hissi o qədər vəhşiləşdirir ki, artıq yəni gözü o qədər kör olur ki, öz sevdiyi qadını da öldürmüş olur. Orada bir durğunluq yaşanır. Sevdiyi qadın olduğunu anlayandan sonra və elə o səhnədə də orada uşaq onun gəlib boğazını kəsir eyni şəkildə. Yəni öz ölümü də elə olur. Boğazını kəsir və öldürür. Bir yerdə yadımdan çıxdı, hansı ki Mrs. Lovettlə qarşılaşmasında deyir ki, yəni bu mənim sevdiyim qadındır, sən niyə mənə deməmişdin? Yəni bunun hekayəsini əvvəlcə mənə danışmışdın necə olduğunu, hansı ki təqib eləyir hakimi onun arvadını filan. Mrs. Lovett hamısını danışır Barkerə. Amma qadının dilənçi olduğunu, hələ də yaşadığını, bu küçələrdə olduğunu demir. Barker də onu soruşur ki, yəni niyə məndən bunu gizlətdin? O deyir, mən səni sevirdim və s. özünə haqq qazandırır. Yəni dediyim kimi əslində orada bir hiləgər, öz xeyrini güdən bir obrazdır Mrs. Lovett və onu diri-diri sobaya atıb yandırır. Barker yəni onu da öldürür. Yəni onu da cəzalandırır. Kameram düşür, videonu sonlandırım. Yəni filmdə belə intiqam mövzusu, intiqamın insan təbiətinə vurduğu zərər, insanı bir növ vəhşiləşdirməsi, hakimlərin ədalətin o dönəmdə olmaması, gotik filmdir, qorxu filmidir. Dediyim kimi, yəni gotik filmlər sevirsinizsə, Tim Burton'u sevirsinizsə, bu Tim Burton'u Tim Burton'da deyirlər, türklər elə deyir, əslində Tim Burton səslənir. Yəni Tim Burton'u düşünürəm ki, bir-iki film, mən ilk sevdiyim Corpse Bride idi, Ölü Gəlin, animasiya filmi, orada deyirlər, yenə də Johnny Depp'dir. Ondan sonra mən həqiqətən Tim Burton'a bir növ aşıq olmuşam və bütün filmlərini əzbərə bilirəm demək olar ki. Yəni izlədikcə bəyənsəz digər filmlərini izləyə bilərsiniz Tim Burton'un.